ABŞ-da Theodore Rooseveltin prezidentliyi dövründə. Theodore Roosevelt 1901-1909-cu illərdə ABŞ-ı idarə eləmişdir. Variantlara baxaq. Seçki senzi ləğv edildi. Bu onun dövrünə aid deyildir. Bu işi görən ABŞ prezidenti Thomas Jefferson idi. Qarşısına yazırıq. Növbəti variant. Yeni xətt adlanan islahatlar proqramı həyata keçirildi. Bu da onun dövrünə aid deyildi. Qarşısına yazırıq. Franklin Roosevelt. Növbəti variant. Vətəndaş müharibəsi başladı. ABŞ-da vətəndaş müharibəsi 1861-65-ci illəri əhatə eləyir. Bu da prezident olaraq Abraham Lincolnun dövrünə düşür. Qarşısına yazırıq. Latin Amerikası ölkələrinə qarşı mehriban qonşuluq siyasəti irəli sürüldü. Bu da yenə Franklin Rooseveltə aiddir. Qarşısına yazırıq. Növbəti variant. İri trestlərin fəaliyyəti dövlət nəzarətinə alındı. Həqiqətən də Theodore Rooseveltin prezidentliyi dövründə trestlər əleyhinə qanun qəbul edilmiş və sözü gedən hadisəyə baş vermişdir. Düzgün cavabımız budur. 1648-ci ildə bağlanmış Vestfaliya sülhünə əsasən. Bu 30 illik müharibədən sonra bağlanmış bir sülhdür. İndi isə baxaq variantlara. Almaniyada katolik kilsəsinin bölünməsi rəsmiləşdirildi. Xeyr, Vestfaliya sülhündə belə bir maddədən söhbət getmir. Ona görə bir olan variantları çıxarırıq. Alman dövlətlərinin öz dinlərini təyin etmə hüququ tanındı. Vestfaliya sülhündə Almaniyanın siyasi cəhətdən dağınıqlığı rəsmiləşdirilirdi. Eyni zamanda 300-dən çox Alman dövləti meydana gəlirdi və bu 300-dən çox dövlətin hər birinin özünün dinlərini seçmə hüququ da tanınırdı. Ona görə də bu sualda bizim cavabımız 2 və 4 olmalıdır. 3-ə baxaq. Almaniyanın kiçik knyazlıqları parçalanmasına son qoyuldu ifadəsi yanlışdır. Çünki bunun tərsi baş vermişdi. Almaniya parçalanmışdı. Bu sualda düzgün cavabımız 2 və 4 olmalıdır. Xəritədə rəqəmlə göstərilmiş xanlıqların Quba xanlığından fərqli cəhətlərini cədvələ görə müəyyən edin. Deməli, xəritədə bizə 2 dənə xanlıq veribdir. Birinci xanlığımız buraya yazırıq Qarabağ. İkinci xanlığımız isə Şəki xanlığıdır. İndi isə keçək sxemə. Birinci Rusiya Qacarlar müharibəsi dövründə Rus qoşunlarına ciddi müqavimət göstərdi. Xeyr, biz Quba xanlığından fərqli olaraq Qarabağ xanlığında Rus qoşunlarına müqavimətin şahidi olmuruq. Qarabağ xanlığı əsasən mübarizə aparmadan müqavilə yolu ilə tabe olmağı üstün tutmuşdur. Ona görə də bu ciddi müqavimət ifadəsi bu sualda Qarabağ xanlığına düz gəlməz. 1-ə A olanları çıxardırıq. İkinciyə baxırıq. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə xərac ödəməyi öhdəsinə götürürdü. Bəli, imzalanan Kürəcək müqaviləsində xərac verilməsi ilə bağlı maddə var idi. Növbəti hissəyə baxırıq. Rus qoşunları tərəfindən işğal edildi. Bu fərqli cəhət deyildi. Çünki Quba xanlığı da 1806-cı ildə Rus qoşunları tərəfindən işğal edilmişdi və eyni zamanda Qarabağ xanlığı da 1805-ci ildə işğal edilmişdi. Ona görə bu oxşar cəhətdir. Bu səbəbdən dolayı C variantını çıxardırıq. C variantını variantlardan da atırıq. Keçək ikinci hissəyə. Rusiya ilə müqavilə imzaladı. Şəki xanlığının Rusiya ilə müqaviləsi var idi. Quba xanlığının isə yox idi. Şəki xanlığı Kürəcək müqaviləsini imzalamışdı. Ona görə A-nı götürəcəyik. Digər variantı da atacağıq. Artıq düzgün cavabımız göründü. Davam eləyək. Rusiya işğalına qarşı üsyan qaldırdı. Bu da oxşar cavablar arasında yer alır. Çünki 1806-cı ildə Şəkidə üsyan var. 1810-cu ildə də Quba xanlığında üsyan qeydə alınıbdı. Keçək növbəti hissəyə. Komendant tərəfindən idarə edilirdi. Bu Şəki xanlığına heç uyğun gəlməyəcək. Çünki Quba xanlığı 1810-cu ildə ləğv olunur. Orada komendant idarə üsulu yaradılır. Lakin Şəki xanlığı müqavilə imzaladığına görə orada xanlıq idarə üsulu bir müddət saxlanılacaq. Yəni ləğv olunmur, komendant yaradılmır həmin müharibə dövründə. Ona görə də düzgün cavabımız 1-ə B, 2-yə A olacaqdır. Eneolit dövrünü Neolit dövründən fərqləndirir. Saxsı qabların hazırlanması. Saxsı qabların hazırlanması Neolit dövründən başlamış, Eneolit dövründə də davam etmişdir. Ona görə biri çıxardırıq. Biri variantlardan da atırıq dərhal. 2-yə baxırıq. İnsanların toxuculuqla məşğul olması. Bu proses də Neolit dövründə başlamış, Eneolit dövründə davam etmişdir. İkinci variantlardan da çıxardırıq. Misdən əmək alətlərinin hazırlanması. Metal kəşfi yalnız Eneolit dövrünə aid olduğuna görə 3 nömrəni saxlayırıq. 4-ə baxırıq. Qəbilənin həyatında qadınların mövqeyinin möhkəm olması. Bu prosesdə üst paleolitdən başlamış Atıq xaqanlığına, yəni erkən tunca qədər davam etmiş bir prosesdir. Yəni oxşar cəhət hesab olunur. Ona görə də bizim bu sualda düzgün cavabımız yalnız 3 olacaqdır. Əziz abituriyentlər, kiçik bir elanı sizlə paylaşaq ki, qarşıdan avqust ayında gələn ixtisas seçimi üçün artıq qeydiyyat prosesi başlamışdır. Bunun üçün 070 337 72 97 nömrəsinə yazaraq həm məlumat ala bilər, istəyən şəxslər isə qeydiyyata düşə bilərlər.
İxtisas seçimi onlayn etdirmək mümkündür rayonda yaşayan şəxslər üçün. Bakıda yaşayan şəxslər üçün isə Nərimanov rayon metrosunun yaxınlığında deməli ixtisas seçimi ediləcəkdir. İstəyən şəxslər zəhmət olmasa nömrə ilə əlaqə saxlasınlar. Diqqətinizə görə sağ olun. Rusiyada 17-ci əsrdən fərqli olaraq 18-ci əsrdə təhkimçilik hüququ mövcud idi ifadəsi yanlışdır. Çünki təhkimçilik hüququ 17-19-cu əsrlər aralığında Rusiyada mövcud olmuşdur. Biri variantlardan da çıxardırıq. Quberniya islahatının keçirilməsi 17-ci əsrdə yox, 18-ci əsrdə olmuşdur. 18-ci əsrin ikinci yarısında hətta 2-ci Yekaterina bu islahatı keçirmişdir. Ona görə də 2-ni götürəcəyik. İcraedici orqan olan kollegiyaların yaradılması da 17-yə yox, 18-ci əsrə təsadüf edir. Bu Pyotrun hakimiyyət dövrünə aiddir. Romanovlar sülaləsinin hakimiyyətdə olması isə 1613-1917-ci illəri əhatə eləyir. Buna görə də bu hər iki dövr üçün ortaq götürülür, 4-ü atırıq, variantlardan da 4-ü çıxardırıq. Manufakturaların fəaliyyət göstərməsi də yenə həm 17, həm də 18-ci əsr üçün ortaqdır. Çünki ilk manufakturalar artıq 17-ci əsrdə yaranmışdı. Ona görə 5-i də çıxardırıq. Düzgün cavabımız bu sualda 2 və 3-dür. Böyük Səlcuq hökmdarı Sultan 1-ci Toğruldan fərqli olaraq Əmir Teymur. Sultan ifadəsini də nəzərə alaraq 1-ci Toğrulun 1040-1063-cü illərdə hakimiyyətdə olduğunu əvvəlcə qeyd edirik. Əmir Teymur isə 1370-ci ildə öz dövlətini yaratmışdır. İndi isə keçirik variantlara. Cənubi Qafqaza hücum etmişdir. Həm Sultan 1-ci Toğrul, həm də Əmir Teymurun dövründə Cənubi Qafqaza yürüşlər olmuşdur. Biri çıxardırıq. Biri variantlardan da atanda bizim 3 cavabımız artıq gedir. Dehli Sultanlığına yürüş etmişdir. Bəli, Əmir Teymur 1398-də Dehli Sultanlığına yürüş etmişdir. Bunu götürürük. Lakin Dehli Sultanlığı 1206-da yarandığına görə bu Toğrulla eyni zamanlara belə düşmür. Yəni bu fərqli cəhətdir. 3-ə baxırıq. Bağdad şəhərini tutmuşdur. Bu hər iki hökmdar arasında oxşar cəhət hesab oluna bilər. Çünki Sultan 1-ci Toğrul 1055-ci ildə Bağdad şəhərini ələ keçirmişdir. Əmir Teymur da öz yürüşləri zamanı Bağdada qədər irəliləmişdir. 4-ə baxırıq. Osmanlılarla müharibə etmişdir. Osmanlılarla müharibə təbii olaraq yenə Əmir Teymura aiddir. Burada biz 1402-ci il Ankara döyüşünü göstərə bilərik və bu ifadə 1-ci Toğrula aid ola bilməz. Çünki onun dövründə hələ Osmanlı dövləti deyilən bir şey yox idi. Osmanlı dövləti 1302-ci ildə yaranıbdır. Şirvanşahlarla müttəfiq olmuşdur. Yenə Sultan 1-ci Toğrulda belə bir hadisə yoxdur. Bu daha çox 1-ci İbrahimin Əmir Teymurla olan yaxınlığından bəhs eləyir. Bizim düzgün cavabımız burada 2, 4, 5 olacaqdır. Növbəti sxemə baxırıq. Uyğunluğu müəyyən edilir. Axund dövləti verilibdir. Axund dövlətindən iki hökmdarın adı qeyd olunubdur. Aksuvar xanın hakimiyyəti illərində, Mihraqulu xanın hakimiyyəti illərində. Bu hökmdarların illəri olmadığına görə bunları bir-birindən fərqləndirmək üçün biz bunların qarşısına onların hakimiyyətdə olduqları əsrləri yazsaq daha düzgün olaraq. Aksuvar xanın 5-ci əsrdə, Mihraqulu xan isə 6-cı əsrdə hakimiyyətdə olmuş bir hökmdardır. İndi variantlara baxaq. Türkistana hakim oldu ifadəsi burada düz qalacaq. 1-ə A-nı götürəcəyik. Sasanilər dövlətindən son qoyuldu ifadəsi yanlışdır. Çünki zaman baxımından burada fərqlər var. Aksuvar xan 5-ci əsrdədir. Sasanilər dövlətindən son qoyulması isə 651-ci ilə təsadüf edir ərəblər tərəfindən. Ona görə B-ni çıxardırıq. Firuz şahı Sasani taxtına çıxmağa yardım etdi. Bəli, 5-ci əsrdə ümumiyyətlə Axundlar iki hökmdara, Firuza, bir də eyni zamanda Qubada hakimiyyətə qayıtmağa yenidən kömək eləmişlər. Ona görə C-ni də götürəcəyik. A və C olacaq. İndi isə variantları ixtisar eləyək. A və C yalnız bir variantda var. Davam eləyək. Mihraqulu xanın hakimiyyət dövründə süqut etdi ifadəsi yanlışdır. Çünki Mihraqulu xan Axund dövlətinin ən qüdrətli hökmdarı hesab olunur. Ona görə bunu çıxardırıq. Hindistanın şimal-qərbinin işğalı başa çatdırıldı ifadəsi düzdür. Növbəti hissəyə baxırıq. Göytürklərlə birlikdə Sasani dövlətinin torpaqlarını bölüşdürdü. Xeyr, bu ifadə birinci növbədə Mihraqulu xanın hakimiyyət dövrünə aid deyil. İkinci növbədə ifadənin özü tərs yazılmışdı. Göytürklərlə birlikdə Sasanilər dövlətinin yox. Göytürklər və Sasanilər birlikdə Axund dövlətinin ərazisini bölüşdürür. Yəni son olaraq yekunda 567-ci ildə. Bu da uyğun deyildir. Bizim düzgün cavabımız 1-ə AC, 2-yə B olacaqdır. Suala keçməmişdən öncə xatırlatma edək ki, türk müsəlman mədəniyyətindən də sual gəlməsi Dimin proqramında öz əksini tapmışdır. İndi isə suala keçək. Memarlıq abidələri verib, inşa edildiyi şəhəri qeyd edib və tarix qeyd olunubdur. Birinciyə baxırıq. Əlincə qalası, Təbriz şəhəri 9-cu əsr. Burada Təbriz şəhəri sualda uyğunsuzluq yaradır. Çünki Əlincə qalası 9-cu əsrə aid olsa da Naxçıvana aiddir. Ona görə də biri çıxardırıq. Biri variantlardan da dərhal ixtisar edirik. Növbəti hissəyə baxırıq. Qüvvətil İslam məscidi, Dehli şəhəri 12-ci əsr. Bu ifadə düzgün verilmişdir. Uluqbəy rəsədxanası, Səmərqənd 11-ci əsr. Burada rəsədxananın adı artıq bizə məlumat verir ki, bu Teymurilər dövlətinə aid bir abidədir. Və Teymurilər dövləti də 1370-dən sonra mövcud olubdur. Ona görə də burada əsrin uyğunsuzluq yaratdığı aşkar şəkildə görünür. 3-ü çıxardırıq.
3-ü ixtisar eləyəndə artıq bizim düzgün cavabımız görsənir. 2 və 4. 4-ə baxırıq. Səlimiyyə məscidi Ədirnə 16-cı əsr. Həqiqətən də Səlimiyyə məscidi 16-cı əsrdə Ədirnə şəhərində inşa edilmişdir. Bu sualda düzgün cavab 2 və 4 olacaqdır. Səfəvilər dövlətinin cədvəldə verilən dövlətlərlə ümumi cəhətlərini müəyyən edin. Səfəvilər dövləti 1501-1736-cı illərdə mövcud olubdur. Əvvəlcə qarşısına onun illərini yazırıq. İndi isə suala baxaq. Ağqoyunlu dövləti inzibati cəhətdən bəyliklərə bölünməsi. Bu, hər ikisi arasında oxşar cəhət deyildi, çünki Səfəvlərə aid xüsusiyyətdir. A-nı çıxardırıq, A-nı variantlardan da ixtisar edirik. Osmanlı dövləti ilə müharibə aparılması hər iki dövlət üçün xarakterikdir, B-ni götürürük. Avropa dövlətləri ilə diplomatik münasibətlərin yaradılması da hər ikisinə aiddir. 1-ə BC olduğuna görə bir variantı daha buradan ixtisar edirik. Keçirik digər hissəyə. Şeybanilər dövləti ilə dostluq münasibətlərinin mövcud olması. Xeyr, hər iki dövlət əsasən Şeybanilər dövləti ilə müharibə vəziyyətində olubdur. Ona görə A-nı ixtisar edirik. Davam edək. Paytaxtın İsfahan şəhərinə köçürülməsi. Səfəvilər dövlətinin paytaxtının İsfahan şəhərinə köçürülməsi olsa da, Teymurilərdə belə bir hal olmayıbdı. Səfəvlərdə Şah Abbas 1598-də paytaxtı köçürmüşdü. Ona görə B-ni də çıxırıq. Bizə ortaq cəhət lazımdır. Bayandurlu sülaləsi ilə müharibə etməsi. Bəli, Səfəvilər dövləti dövlət olaraq, misal üçün, 1503-cü ildə Bayandurlularla Almabulağı döyüşündə iştirak etmişdi. Teymurilər dövləti üçün isə Muğan döyüşünü 1468-69-cu illəri nümunə gətirə bilərik. Burada düzgün cavabımız 1-ə BC, 2-ə də C olacaqdır. Digər variant da yanlışdır. Xəritədə ulduzla göstərilmiş ərazi 7-ci əsrdə. Xəritədə bizə Misir ərazisini göstəribdir. Qərbi Roma imperiyasının əyaləti idi. Qərbi Roma imperiyası 476-da süqut etdiyinə görə bu ola bilməz. Səlcuq türklərinin hücumuna məruz qalmışdır. Səlcuq türkləri ilə bağlı hadisələr 10-11-ci əsrdə əsasən nəzərə çarpır. Ona görə bu da ola bilməz. Frank imperiyasının tərkibinə daxil edilmişdir. Frank imperiyası heç özü tarixdə yox idi. Yəni hələ 800-cü ildə yaranacaqdı. Yəni bu da ola bilməz. Rəşidi xəlifələr tərəfindən işğal edilmişdir. Bu ifadə düzgündür. Həmin vaxt xəlifələrin işğal dövrünə düşürdü və Misir ərazisi də tabe edilmişdir. Düzgün cavabımız bu olacaqdır. Xaçlı yürüşləri nəticəsində işğal edilmişdir. 7-ci əsrdə xaçlı yürüşlərindən söhbət gedə bilməz. Bu yürüşlər əsasən 11-ci əsrdən başlanmışdı. Ona görə bu cavabı da çıxırıq. Hansı hökmdarın fəaliyyətinə aid xüsusiyyət verilməyib? Şəddadilər dövlətinə son qoymuşdur. Şəddadilər dövləti 1088-ci ildə süqut edibdir. Son qoyan isə Səlcuq hökmdarı Məlik Şah idi. Məlik Şahı variantlardan çıxardıq. Dövlətin daxili müstəqilliyini saxlamaqla Səlcuqlardan asılılığı qəbul etmişdir. Bu, həm Şəddadi hökmdarı Əbləsvar Şavura aid ola bilər 1054. Eyni zamanda Şirvanşah 1-ci Fəribürzə aid ola bilər 1066-cı illər. Hər ikisində daxili müstəqillik qalmışdı çünki. Baxaq, Tiflis Müsəlman Əmirliyini Səlcuq dövlətinə tabe etmişdir. Bu, 1-ci Toğrulun dövrünə düşürdü. 1054-cü ildən yenə söhbət gedir və variantlarda Sultan Səncər haqqında ifadəni biz görmürük. Sultan Səncər Səlcuq dövlətinin sonuncu hökmdarı olmuşdur. Zəifləmə, parçalanma dövrü ondadır və onun haqqında mətndə ifadə yoxdur. Lukul və Pompeyin başçılığı ilə Romalıların şərqə hərbi yürüşlərinin nəticəsində Lukul və Pompeyin şərqə hərbi yürüşləri eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında olmuşdur. İndi isə baxaq. Atropatena Romadan asılı vəziyyətə düşdü. Elə bizim düzgün cavabımız da budur. Həqiqətən də bu yürüş nəticəsində Atropatena Romadan asılı vəziyyətə düşür. Digər cavablara baxaq. Selevkilər dövləti məğlub olaraq parçalandı. Bu, eramızdan əvvəl 190-cı ildə Magneziya döyüşünə aiddir. Ona görə də bu cavabı götürməyimiz düzgün olmaz. Növbəti hissəyə baxaq. Albaniyada yerli hökmdarların daxili müstəqilliyinə son qoyuldu. Albaniyada ümumiyyətlə yerli hökmdarlar təqribən 705-ci ilə qədər hakimiyyətdə qalmışdır. Siz bilirsiniz ki, ərəblərin Albaniyanın daxili müstəqilliyinə son qoymasından sonra bu proses başa çatır. O vaxta qədər olan hökmdarlar isə hər biri yerli hökmdar hesab olunurdu. Romalı canişinlər Atropatenanı idarə etməyə başladılar. Xeyr, bu ifadə də yanlışdır. Çünki 1-ci əsrin 1-ci yarısında Atropatena Romadan asılı vəziyyətə düşür, amma orada xüsusi qeyd olunur ki, Atropatenanı hələ də yerli canişinlər, yerli hökmdarlar idarə edirdi. Ona görə bunu da çıxırıq. Parfiya dövləti süqut etdi ifadəsi də yanlışdır. Parfiya dövləti bizim eranın 224-cü ilində süqut edibdir. Sasanilər dövlətinin Ərdəşir Babəkanın bura yürüşü nəticəsində. Düzgün cavabımız A variantı olacaq. Xəritədə rəqəmlərlə göstərilmiş şəhərlərin erkən feodalizm dövründəki xüsusiyyətlərinə aid uyğunluğu müəyyən edin. Erkən feodalizm deyəndə burada bizdən 3-11-ci əsrlər tarixini istəyir həmin şəhərlərin. Şəhərlərin özünə baxdıqda birinci şəhərimiz burada verilibdir bizə Dəbil şəhəri. İkinci şəhərimiz Dərbənd şəhəridir. Üçüncü şəhərimiz isə Ərdəbil şəhəridir.
A variantında Səfəvi hakimliyinin mərkəzi olmuşdur ifadəsi yanlışdır. Çünki Səfəvilərlə bağlı erkən orta əsrlərdə məlumat yoxdur. A variantlarını bütün cavablardan çıxardırıq. Geriyə 2 cavabımız qalır. Suala baxaq. Məhəmməd ibn Şəddad tərəfindən yaradılmış müstəqil feodal əmirliyinin mərkəzi olmuşdur. Bu 951-ci ildə yaradılmış Dəbil əmirliyindən söhbət gedir. Ona görə də 1-ə olmalıdır B. 1-ə B hər iki cavabda var. Suala baxmağa davam edək. Sazilər dövlətinin paytaxtı olmuş şəhər Ərdəbildir. Ərdəbilin qarşısına yazırıq C variantı. Artıq düzgün cavab çıxdı. Suala baxmağa davam edək. Müəyyən müddət Haşimlər sülaləsi tərəfindən idarə edilmişdir. Bu da 869-cu ildə yaradılmış Dərbənd əmirliyindən söhbət gedir. Haşim ibn Suraka tərəfindən yaradılmışdı və Haşimlər sülaləsi adlanırdı həmin sülalə. Ona görə də 2-yə D olacaq. Düzgün cavabımız 1-ə B, 2-yə D, 3-ə C. Gürcüləri məğlub etdikdən sonra Şəmsəddin Eldəniz tərəfindən geri alınmışdır. Bu ifadə də Dəbil əmirliyinə, yəni Dəbil şəhərinə aid olsa da dövr olaraq 3-11-ci əsrlərə düşmür. Ona görə yeni də buradan çıxardırıq. Çində Xan sülaləsinin hakimiyyətə başladığı əsrdə. Xan sülaləsi eramızdan əvvəl 206-cı ildə hakimiyyətə gəlibdir. Bu da eramızdan əvvəl 3-cü əsrə təsadüf eləyir. Yəni bizdən eramızdan əvvəl 3-cü əsrdə olan hadisələri istəyir. Daha sonra ərazi veribdir. Romada olanları və Hindistanda olanları istəyir. Plebeylər xalq tribunu seçmək hüququnu eramızdan əvvəl 5-ci əsrdə qazandı. Ona görə bu yanlış olacaq. A variantını variantlardan da ixtisar eləyəcəyik. Plebeylər tam hüquqlu vətəndaş oldular ifadəsi düzdür. Bu eramızdan əvvəl 3-cü əsrdə Roma tarixində var idi. C variantında deyir ki, imperiya dövrü başladı. İmperiya dövrü eramızdan əvvəl 27-ci ildən başladığına görə bu Roma tarixində eradan əvvəl 1-ci əsrə düşür. C variantında ixtisar edirik. Keçirik digər tərəfə. Dəmir emalına başlanıldı. Hindistanda dəmir emalı eramızdan əvvəl 11-ci əsrdə başlayıbdır. Ona görə bunu ixtisar edirik. B variantında deyir ki, Makedoniyalılara qarşı azadlıq mübarizəsi başladı. Xeyr, Makedoniyalılara qarşı azadlıq mübarizəsi Chandraguptanın vaxtında, yəni 4-cü əsrdə artıq var idi. Ona görə bunu da çıxardırıq. Maurya sülaləsi ölkəni vahid dövlətlə birləşdirməyə nail oldu. Bu isə düzdür. 3-cü əsrin ikinci yarısında hökmdar Ashoka ölkəni vahid dövlətlə birləşdiribdir. Ona görə də bu sualda bizim düzgün cavabımız 1-ə B, 2-yə C olacaqdır. Digər variant da yanlışdır. Səttarxandan fərqli olaraq Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri Qacarlar dövlətinin siyasətinə qarşı çıxmışdır. Bu Səttarxan və Xiyabani hərəkatları üçün oxşar cəhətdir. Çünki Qacarlar sülaləsi 1796-1925-ci illərdə İran ərazisində hakimiyyətdə olmuşdur və hər ikisinə də düşür. A-nı çıxardırıq. A-nı variantlardan da dərhal ixtisar edirik. Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbi irəli sürülmüşdür. Bu həqiqətən də Xiyabaniyə aiddir. 1-ə B-ni götürəcəyik. Şah məmurlarının müəyyən müddət Təbrizdən çıxarılmasına nail olmuşdur. Bu Səttarxanın özündə var idi bu belə bir hadisə. Ona görə C variantında ixtisar edəcəyik. Deməli bizim düzgün cavabımız 1-ə B olacaq birinci hissədə. Bu variantı da atırıq. Keçirik ikinci hissəyə. Pişəvəri. Cənubi Azərbaycanda milli hökumət yaratmışdır. Həqiqətən də Səttarxandan fərqli olaraq Pişəvərdə milli hökumət vardır. Deməli bizim düzgün cavabımız 1-ə B, 2-yə A olacaqdır. İndi isə səhvləri izah eləyək. Təbrizdə yerli idarə orqan yaratılmışdır. Bu elə Səttarxan hərəkatı zamanı olmuş bir şey idi. Yəni əncümənlər var idi o vaxtda da. B-ni o səbəbdən dolayı çıxardacağıq. Cənubi Azərbaycana müstəqillik verilməsi tələbi irəli sürülmüşdür. Müstəqillik verilməsi tələbi bu sual üçün yanlışdır. Çünki orada muxtariyyət verilməsi olmalı idi. Ona görə də C-ni çıxardırıq. Düzgün cavabımız 1-ə B, 2-yə A olacaqdır. Erkən feodalizm dövründə həm Bizans dövləti, həm də Ərəb xilafəti ilə diplomatik əlaqələr yaratmışdır. Əvvəlcə erkən feodalizm dövrünün neçənci əsrlər olduğunu qeyd edirik. 3, 11-ci əsrlərdən söhbət gedir. Variantlara baxırıq. Ümumən Ahun imperatorluğu, nə Ərəb xilafəti, nə də Bizansla bağlı məqamlar yoxdur. Çünki zaman baxımından, həm də coğrafi baxımdan bu dövlətlərin əlaqəsi yoxdur. Əvvəlcə 5-i çıxardırıq. Daha sonra burada Osmanlı imperiyasını görürük. Osmanlı ümumiyyətlə tarix səhnəsinə bir dövlət kimi 1302-ci ildən etibarən çıxıbdır. Bu da erkən orta əsrlərə düşən bir dövlət deyil. Ona görə 4-ü də bu səbəbdən dolayı çıxardırıq. Daha sonra Dehli sultanlığına baxırıq. Burada 1206-cı ildə yaranmış bir dövlətdir. Dehli sultanlığı da yenə zaman baxımından 3-11-ci əsrlərə düşən bir dövlət deyil. 2-ni də bu səbəbdən dolayı çıxardırıq və geriyə 1 Frank imperiyası və 3 Albaniya dövləti qalır ki, bu bizim düzgün cavabımızdır. Həqiqətən də həm Frank imperiyası, həm də Albaniya dövləti Bizans dövləti ilə, eyni zamanda isə Ərəb xilafəti ilə diplomatik əlaqələr saxlamışdır. Düzgün cavabımız 1 və 3 olacaqdır. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasında istifadəyə verilmiş neft kəmərləri. Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilibdir. 1-i çıxardırıq, variantlardan da atırıq. Bakı-Supsa neft kəməri 99-cu ildə, Bakı-Novorosisk neft kəməri isə 97-ci ildə istifadəyə verilibdir. Bizim düzgün cavabımız bu sualda 2 və 4 olacaqdır. Digər variantların niyə səhv olduğuna baxaq. Bakı-Batum neft kəməri bu dövrdə istifadəyə verilməyibdir. Siz xatırlayırsınızsa, hətta AXC-nin mövzusunda AXC-nin bu kəmərdən istifadə etmə hüququ qazandığını
görmüşdünüz. Ona görə də bu yanlış olacaq. TANAP layihəsi həm bu dövrə aid deyil, həm də ümumən qaz layihəsidir, yəni qaz xəttidir. 2018-ci ildə açılış mərasimi keçirilibdir. 5 nömrə də bu səbəbdən dolayı səhv olacaqdır. Düzgün cavabımız 2-4. Sultan II. Bəyazidin hakimiyyəti illərində Osmanlı dövləti. Sultan II. Bəyazid 1481-1512-ci illərdə Osmanlı dövlətini idarə etmişdir. İndi isə variantlara baxaq. Əmir Teymurun hücumuna məruz qaldı. Əmir Teymurun hücumu 1402-ci ildə olmuşdur. Bu zaman hakimiyyətdə 1-ci Bəyaziddir, yəni bu yanlışdır. Bolqarıstanı tabe etdi. Bolqarıstan 1396-cı ildə tam olaraq Osmanlı dövlətinə birləşdirilir. Bu zamanda hakimiyyətdə yenə 1-ci Bəyazid idi. Paytaxtı başqa şəhərə köçürdü. Ümumiyyətlə 2-ci Bəyaziddə paytaxt köçürülməsi yoxdur. Bunu çıxırıq. Misri öz tərkibinə qatdı ifadəsi də yanlışdır. Bu 2-ci Bəyaziddən sonra hakimiyyətə gələn Sultan 1-ci Səlimə aiddir. 2-ci Bəyazid bunun əksinə olaraq Misir Məmlük Sultanlığı ilə dostluq əlaqələri saxlamışdır. Ağqoyunlu dövləti ilə diplomatik əlaqələr saxladığı ifadəsi isə doğrudur. 2-ci Bəyazid həm Ağqoyunlular, həm də Səfəvi dövləti yaranan zaman onunla diplomatik əlaqələr saxlanmış və münasibətlər normal olmuşdur. Düzgün cavabımız budur. Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla münasibətlərinə aid deyil. Qarayazının yuxarı hissəsinin Gürcüstana birləşdirilməsinə razılıq verilməsi. Elə bu cavab Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstanla münasibətlərə aid deyil. Çünki bu hadisələr Azərbaycan SSR və Gürcüstan arasında olmuş hadisələrə aiddir. Düzgün cavabımız budur. Denikin təhlükəsinə qarşı birgə mübarizə aparılması düzdür. Hər iki dövlət Denikinə qarşı yaxınlaşmışdılar, müqavilə bağlamışdılar. Paris Sülh Konfransında Gürcüstan nümayəndəliyi ilə sıx əməkdaşlıq edilməsi düzdür. Bu da var idi. Batum vilayəti ilə bağlı qaldırılan iddianın AXC hökumət tərəfindən qəbul edilməsi, bəli, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna yaxın belə bir iddia qəbul edilir. Yəni Sovet Rusiyasına qarşı kömək istəyirdi Gürcüstandan, lakin bu alınmır. Buna baxmayaraq AXC bu iddianı qəbul eləmişdi. Tiflisdə Azərbaycan səfirliyinin fəaliyyət göstərməsi də, bəli, bizim onlarda, onların da bizdə səfirliyi fəaliyyət göstərirdi. Bu da düzgündür. 19-cu əsrdə Qafqaz canişinliyinin fəaliyyəti dövründə Şimali Azərbaycanda Qafqaz canişinliyi 1844-1881-ci illərdə mövcud olubdur. İndi isə variantlara baxırıq. Andılar məhkəməsi yaradıldı. Bu yanlışdır. Şimali Azərbaycanda belə bir məhkəmə yoxdur. Kəndlər üzərinə hərbi vergi qoyulması 1887-ci ilə düşür və həmin dövrə aid deyildir. 2-ni də çıxardırıq. Növbəti hissəyə baxırıq. Kəndlilərin feodal asılılığı ləğv edildi. Bu 1870-ci il islahatı nəzərdə tutur. Düzdür. Dövlət kəndlərinin köçmə hüququ ləğv edildi. 1853-cü ili nəzərdə tutur və bu da həmin dövrə düşür. Alban katolikosluğunun ləğv edilməsi isə 1836-cı ilə düşür və bu həmin dövrə aid deyildir. Ona görə də bu sualda bizim düzgün cavabımız 3 və 4 olmalıdır. Hülaki xanın başçılığı ilə Monqolların ön Asiyaya yürüşünün nəticələrinə aid deyil. Burada söhbət Monqolların 1256-58-ci illərdə 3-cü yürüşündən söhbət gedir. Əvvəlcə illəri qeyd edirik, variantlara baxırıq. Abbasilər xilafəti süqut etdi, bura aiddir. Bizdən səhvləri istəyir, ona görə birləri çıxardırıq. Azərbaycandakı yerli feodallara malikanələrini idarə etmək üçün yarlıq verilməyə başladı. Bu proses artıq 1239-cu ildən başlamışdı. Ali Monqol xaqanlığı dövründə var idi. Ona görə 2-ni götürəcəyik. Cəlaləddinin Azərbaycandakı hökmranlığına son qoyuldu. Cəlaləddin hökmranlığına 1231-ci ildə Monqolların artıq ikinci gəlişi zamanı son qoyulmuşdur. Ona görə cavabımız burada 2 və 3 olacaqdır. Artıq digər variantlar yanlışdır. 5-ci Monqol ulusu yaradıldı ifadəsi düzdür, bura aiddir. Azərbaycan işğal edildi ifadəsi də düzdür, həmin bu yürüşə aiddir. Düzgün cavab 2 və 3. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Şirvanşahlar, Ağqoyunlular, Qaraqoyunlular variantlarda verilibdir. İndi isə baxaq. Avropa dövlətləri ilə hərbi ittifaq qurulması. Hərbi ittifaqı quran Ağqoyunlu dövləti olubdur. Ona görə də mütləq qaydada burada 2-yə A olmalıdır. 2-yə A olan cavabımızda 2 dənə cavab da var. Digər variantları dərhal ixtisar edirik və suala baxmağa davam edirik. 16-cı əsrdə süqut etməsi. 1503-də Ağqoyunlu dövləti süqut edibdir. Dərbəndilər də 1538-də süqut edibdir. Yəni Şirvanşahlar dövləti. Ona görə 4-ə mütləq qaydada B variantı uyğunlaşmalıdır. 4-ə B variantında qoyduqda artıq bizim düzgün cavabımız məlum olur. İndi isə sualın geri qalanına baxaq. Burada 1-ə C qeyd olunubdur. 1-ə C görək nədir? C variantında deyir ki, Terek döyüşündə iştirak etməsi. Həqiqətən də İbrahim Dərbəndi 1395 Terek döyüşündə iştirak edibdir. 3-ə baxırıq. 3-ə Y variantını veribdir. Teymurilər dövlətinin paytaxtının tutulması. Həqiqətən də Cahanşah Teymurilər dövlətinin paytaxtını tutmuşdur. Ona görə də 3-ə Y olmalıdır. 5-də isə D variantı qeyd olunubdur. Ərdəbil şeyxlərinin məğlub edilməsi. Bəli,
Venn diaqramında verilən bu dövlətlər müxtəlif vaxtlarda bir-biri ilə ittifaqlar quraraq Ərdəbil şeyxlərini məğlub ediblər. Ona görə də 5-ə D variantının olması düzgündür. Burada ən düzgün cavab isə budur. Məmməd Yusif Cəfərov Rusiya İmperiyasının 4-cü Dövlət Dumasının deputatı olmuşdur. Bəli, bu düzgün fikirdir. Bunu götürürük. AXC-nin 4-cü və 5-ci hökumətinin başçısı olmuşdur. Xeyr, bu Nəsib bəy Yusif bəyli olmuşdur. İkini çıxardırıq. 1917-ci ildə yaranmış xüsusi Cənubi Qafqaz komitəsində Azərbaycanı təmsil etmişdir. Bəli, bu düzdür. Azərbaycanda neft kimyası üzrə ilk elmi laboratoriyanı yaratmışdır. Xeyr, Məmməd Yusif Cəfərova aid deyil. AXC dövründə parlamentin sədr müavini olmuşdur. Bəli, Məmməd Yusif Cəfərova aiddir. Bizim düzgün cavabımız bu sualda 1, 3 və 5 olacaqdır. Albaniya hökmdarı Urnayırdan fərqli olaraq 2-ci Vaçenin hakimiyyəti dövründə 2-ci Vaçe 444-463-cü illərdə Albaniyanı idarə eləmişdir. İndi baxırıq variantlara. Sasanilərlə müttəfiqlik münasibətləri mövcud idi. Bu fərqli bir xüsusiyyət deyil. Bu ikisi üçün oxşar cəhət ola bilər ən yaxşı halda. Sasanilərə qarşı azadlıq hərəkatı başladı. Bəli, 2-ci Vaçe 457-463-cü illərdə Sasanilərə qarşı azadlıq mübarizəsi aparmışdır. 2-ni götürürük. Ölkənin paytaxtı dəyişdirildi. Bəli, 2-ci Vaçenin vaxtında paytaxt dəyişikliyi olmuşdur. Aqoin Kilsə Məclisi çağırıldı. Aqoin Kilsə Məclisinin çağırılması Vaçeyə yox, 488-ci ildə Mömin Vaçaqana aiddir. Bu sualda düzgün cavabımız 2 və 3-dür. Dehli Sultanlığının idarəetmə sisteminə aiddir. Məhkəmə işlərinə qazılar tərəfindən həyata keçirilməsi. Bəli, qazılar hər zaman məhkəmə işlərinə rəhbərlik eləyirlər. Biri götürəcəyik. Ölkənin inzibati cəhətdən uluslara bölünməsi. Bu Dehli Sultanlığına xas bir xüsusiyyət deyildir. Bu daha çox Monqol mənşəli dövlətlərdə görülən bir haldır. 2-ni çıxardırıq. Hərbi işlərə baş vəzirin başçılıq etməsi düzdür. Dehli Sultanlığında baş vəzir həm mülki işlərə, həm də hərbi işlərə rəhbərlik eləyirdi. Maliyyə işlərinin dəftərdarın nəzarətində olması. Dəftərdar daha çox bizim Osmanlı dövlətində gördüyümüz bir vəzifədir. Ona görə 4-ü çıxardacağıq. Deməli, bu sualda bizim düzgün cavabımız olacaq 1 və 3. Xronoloji ardıcılığı müəyyən edin deyir. Türkiyə Respublikasının NATO-ya daxil olması 1952-ci il, SSR-nin varlığına son qoyulması 1991-ci il, Falkland böhranının baş verməsi 1982-ci il, Rusiya Federasiyasının Krımı ilhaq etməsi 2014-cü il. İndi isə sıraya düzürük. Burada başlayacağıq 1-lə, daha sonra gələcək 3, daha sonra gələcək 2, daha sonra isə 4. Cavabımız olacaq bu sualda 1, 3, 2, 4. Uyğunluğu müəyyən edin. 2018-ci ilin mayında əks həmlə əməliyyatı, qisas əməliyyatı, lokal antiterror əməliyyatı. Uyğunlaşdırmağa başlayaq. Lələtipə yüksəkliyi düşməndən təmizləndi. Bu, heç birinə uyğun gəlməyəcək. Çünki aprel döyüşlərinə aiddir. Qırqız və Sarıbaba yüksəklikləri nəzarətə götürüldü. Bu, 2022-ci ilin avqustunda olan qisas əməliyyatına aiddir. 2-yə B-ni yazırıq. Şərur rayonunun Ağbulaq və Qızılqaya yüksəklikləri ordumuzun nəzarətinə keçdi. Bu, 2018-ci ildə olan Gündüz əməliyyatına aiddir. Ona görə də 1-ə C-ni yazırıq. Erməni silahlı birləşmələrinin Xocavənddə yerləşən radiolokasiya sistemi məhv edildi. Xocavənddə, Xankəndidə, Xocalda həmin dövr üçün deməli biz qeyd edə bilərik ki, o torpaqlar geri qayıdır antiterror əməliyyatı nəticəsində. Və bunu da uyğunlaşdırmaq üçün məntiqlə Xocavənddə hərbi əməliyyat aparılırsa, bura qoya bilərik. 3-ə D. Xocavəndin Hadrut qəsəbəsinin azad edilməsi isə bunlardan heç birinə aid deyildir. Çünki Hadrut qəsəbəsi 44 günlük müharibənin gedişində azad olunmuşdur. Situasiyaya baxırıq. Burada bizə mətn verilibdir. Əvvəlcə mətni oxuyaq. Qalib dövlətlər İlk Dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədi ilə konfrans çağırdılar. Konfrans vaxtı ilə Almaniya İmperatoru 1-ci Wilhelmin özünü imperator elan etdiyi gündə açıldı. 30-dan çox ölkə oraya nümayəndə göndərmişdi. Yeni bir dövrün başlanğıcı sayılan bu konfrans həmin vaxtı dünyada ən mühüm məsələ. Diplomatlar isə ən vacib simalar idilər. Onlar günbəgün görüşərək müzakirə aparır, mübahisə edir, dalaşır və yenidən barışırdılar. Onlar yeni dövlətlər və təşkilatlar yaradırdılar. İndi isə suala baxırıq. Konfransda çağırılmasının mənbədə verilməyən məqsədlərindən birini yazın. Konfransın çağırılma səbəbini əvvəlcə biz müəyyən edirik və bunu ilk cümlədə görürük. Orada deyir ki, qalib dövlətlər İlk Dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədi ilə konfrans çağırmışdılar. Mənbədən verilməyən səbəblər kimi isə biz Almaniya və digər məğlub dövlətlər ilə sülh müqavilələri bağlamağı qeyd edə bilərik və ya buna bənzər digər tipli cavablar ola bilər. Misal üçün, məğlub ölkələri cəzalandırmaq və s. situativ cavablar qəbul oluna bilər.
Bəhs edilən konfransa dəvət edilməyən Avropa dövlətinin adını yazın və xəritədə müəyyən edin deyir. Burada 4 nömrə İngiltərədir. Bu konfransda var idi və iştirak eləyirdi. Onu çıxardırıq. 1 nömrə Fransadır, konfransda var idi və iştirak eləyirdi. 2 nömrə İtaliya idi, konfransda var idi, iştirak eləyirdi. Məsələn, biz bunları daha rahat hardan bilərdik? Türkiyə ilə bağlı məsələləri nəzər salsaydıq, yəni Türkiyə ərazisinin bölüşdürülməsinə nəzər salsaydıq, Fransa, İtaliya, İngiltərə cavablarını rahatlıqla çıxa bilərdik. Amma burada 3 nömrə Rusiya ərazisi, o siz bilirsiniz ki, Rusiya 1-ci Dünya müharibəsi bitməmiş, separat sülh müqaviləsi imzalamışdı, Brest-Litovsk sülhünü. Ona görə də Rusiyanı bu konfransa qalib dövlət kimi çağırmamışdılar. Düzgün cavabımız 3 Rusiya. Və Rusiya eyni zamanda Avropa dövləti hesab olunur. Çünki ərazisinin bir hissəsi Şərqi Avropada yerləşir. Situasiyanın sonuncu sualında deyir ki, konfransda imzalanmış müqavilədə Almaniya üçün müəyyən edilmiş hərbi məhdudiyyətlərdən ikisini yazın. Burada biz iki məhdudiyyət qeyd eləmişik, lakin çoxlu məhdudiyyətlər var idi Almaniyaya qarşı. Misal üçün, birinci deyə bilərik ki, Almaniyanın hərbi hava qüvvələri ləğv olunmalı idi. İkinci deyə bilərik ki, Alman ordusu azaldılmalı idi. Bundan başqa uşaqlar müxtəlif cavablar yaza bilərdilər ki, Alman ordusunun sayı 100 minə qədər azaldılmalı idi, məcburi xidmət ləğv olunmalı idi, Alman donanması zəiflədilməli idi, ixtisar edilməli idi, Reyn zonası hərbsizləşdirilməli idi, yəni silahsızlaşdırılmalı idi, Almaniya təqsirkar olduğunu qəbul etməli idi və sair buna bənzər tipli cavablar düzgün qəbul olunacaqdı.